Risk eləməyə cürət eləmir, nəsə şəxsi işini açmağa və yaxud yaratmağa. Ona bir şey demək istəyirəm. Ta ki müəyyən bir dövrdə açmırsınız da, istəmirsiniz, alınmır. Elə bilirsiniz ki, riskli və batırasınız. Sizcə batıracağınız məbləğ nə qədərdir? Bir dənə onu təxmin hesablayın. Mən indi birinizin yerinə təxmin edirəm. Tutaq ki, ya 3000, ya 5000, 10000, ortalamalar heç 50-dən 100-dən danışmıram. Tutaq ki 5000-dən ya 10000-dən hansısa bir işə girişməyi risk sayırsınız və qorxursunuz ki, onu batırasınız. Burada söhbət yalnız 5-10 min puldan gedir. Əgər şəxsi işinizi açırsa, bəzi hallarda hətta 2000 daha az məbləğ də ola bilər. Amma o zamanları ki siz bırakmışsınız, hansı ki tutaq ki 2 ildir, 1 ildə açmışsınız və yaxud 3 ildə açmışsınız. Həmin orada siz artıq elə hər il risk edirsiniz, hər ay risk edirsiniz açmamaqla. Çünki açsaz qazanacağınız məbləğlər var. Bax, o məbləğləri hər ay itirirsiniz. O risk də ondan daha dərin yara bırakır sizə.